Ən çox gizləndiyimiz, amma ən çox rahatlıq gətirən bir cümlə var. Bəli, bu mənim səhvim idi. Bu sözlər ilk baxışdan qorxulu səslənə bilər. Çünki beynimizdə dərhal bu suallar sıralanır. Zəif olduğumu düşünməzlər ki, etibarımı itirmərəm ki, bəlkə heç kim fikir verməz, səsimi çıxartmayım heç. Amma gəlin bu suala birgə cavab tapaq. Səhvini etiraf etməlisənmi? Hamıya salam. Bugün çox maraqlı, bir o qədər də daxili təlatüm doğuran bir mövzudan danışacağıq. Səhvini boynuna almaq mədəniyyətindən. Bu təkcə iş həyatında deyil, şəxsi münasibətlərdə də insan səviyyəsini, emosional zəkanın gücünü və liderlik keyfiyyətlərini göstərən çox mühüm bir göstəricidir. Gəlin biraz geriyə baxaq. Uşaqlıqda nəsə sındıranda ilk refleksimiz nə olurdu? Mən deyildim. Sadə, amma qorxu dolu bir cümlə. İndi isə böyümüşük, kostyum geyinirik, iclaslara giyirik, qərarlar veririk. Amma o mən deyildim refleksi hələ də bizdə qalıb. Sadəcə forması dəyişib. Mənə vaxtında məlumat verilmədi. Layihə komandası zəif idi. Əslində mən təklif etmişdim, məni dinləmədilər və s. Əslində məsələ çox sadədir. Səhvini etiraf etməyən insan inkişaf edə bilməz. Çünki bir səhvi boynuna almırsansa, onda heç bir dərs çıxarmamısan. Sən sadəcə onu örtbasdır edirsən və daxildəki məsuliyyət hissini susturmağa çalışırsan. Amma məsuliyyət hissi bu liderliyin birinci şərtidir. Düşün, əgər rəhbər olduğun bir layihə uğursuz olursa və sən çıxıb deyirsənsə ki, bu nəticə bizim əvvəlki səhv yanaşmamızın nəticəsidir və məsuliyyət mənə aiddir. Sən bir anda həm etiraf edirsən, həm etibar qazanırsan. Maraqlıdır ki, bir çox insan bu cür etirafları zəiflik kimi görür. Halbuki bu tam əksidir. Etiraf etmək üçün özünlə barışmaq, ego ilə vidalaşmaq, nəticəni qəbul etmək lazımdır. Bunlar isə hər insana qismət olmur. Gəlin konkret bir nümunəyə baxaq. Təsəvvür et ki, bir şirkətin marketinq direktorusan. Yeni kampaniya hazırlayırsınız. Böyük gözləntilər var, amma nəticə kampaniya səs soraq gətirmir. Satışlar düşür. İndi sən nə edəcəksən? Birinci variant komanda zəif işləyib, ideya məla idi. İkinci variant, bu ideyanın arxasında mən dayanmışdım və nəticəyə görə məsuliyyət mənə aiddir. İkinci variantı seçən insan, bəli, bəlkə də ilk anda biraz tənqid alacaq. Amma o insanın rəhbərlik mədəniyyəti, özünə inamı, cəsarəti dərhal fərq ediləcək. Çünki insanlara ən çox lazım olan şey nədir bilirsən? Etibar edilə biləcək insanlarla işləmək. Səhv edənlə yox, səhvini gizlədənlə problem yaranır. O insanla sabah bir daha işləmək istəmirsən. Amma səhvini etiraf edənlər, istər şəxsi münasibətlərdə olsun, istər iş yerində, ürəklə yola çıxmalı. Bu mövzuda mənə çox təsir edən bir hadisəni bölüşür. Yaponiya hava yollarının menecerlərindən biri, hava limanı proseslərindəki bir gecikməyə görə mətbuat qarşısında baş əyərək üzr istəmişdi. Mətbuat nümayəndələri gözləyirdi ki, o səbəb kimi hava şəraiti, texniki çətinliklər və s. göstərəcək. Amma o nə etdi? Dedi ki, bu gecikmənin əsas səbəbi prosedur qərarlarında məsuliyyətsizlik olub və bu mənim səhvimdir. Nəticə, şirkətə olan ictimai güvən daha da artdı. Çünki insanlar dedilər ki, bu şirkətdə məsuliyyət daşıyan insanlar var. Etiraf həm də daxili azadlıq verir. O, birdən bilərlər qorxusu yox olur. Vicdan səssiz qalır. Gecə rahat yatırsan. Əgər bugün etdiyin bir səhv sənə içdən-içə kaş deməyəydim, kaş başqa cür davranaydım dedirdirsə, artıq vicdan siqnal verir. Onu susturmaq yox, dinləmək lazımdır. İndi özündən soruş, hansı daha çox hörmət qazandırır? Səhvini gizlətmək və hər kəsi aldatmağa çalışmaq, yoxsa açıq şəkildə bəli, bu mənim səhvimdir demək? Cavab bəlidir, hamımız daxilən bilirik. Amma niyə qorxuruq? Çünki etiraf etdikdə, sanki mən natamamam damğası vurulacaq hissinə qapılırıq. Halbuki həyatın özü natamamdır. Hamımız öyrənirik, heç kim səhvsiz deyil. Hətta ən uğurlu insanlar da. Steve Jobs bir vaxtlar Apple-dan, yəni öz şirkətindən çıxarılmışdı. Amma nə etdi? Qayıtdı, etiraf etdi, yeni səhvlər etdi, daha da gücləndi. Bugün onun haqqında danışırıqsa, səbəbi onun heç səhv etməməsi deyil, səhvlərindən öyrənməyə bacarmasıdır. İndi sən də həyatında bu prinsipi tətbiq edə bilərsən. Bu yalnız böyük qərarlarda yox, gündəlik münasibətlərdə də keçərlidir. Layihəni düzgün çatdırmamısan, de ki, bu isə mənim tərəfimdən gecikdi, üzr istəyirəm. Dostunu incitmirsən, de ki, o sözüm yerində deyildir, səni incitdiyimi indi başa düşürəm. Valideyninə kobud davranmışsan, de ki, əsəbləşmişdim, amma bu düzgün deyildi, bağışla. Bu cür etiraflar səni kiçiltmir, əksinə böyüdür, sənin şəxsiyyətini gücləndirir və ən əsası səni insan edir. Sonda bir deyimlə bitirim.
Səhvlərini tanıyan insan artıq dəyişməyə başlamış insandır. Əgər bu videonu izləyərkən yadına bir səhvin düşdüsə, artıq ilk addımı atmısan. İndi sadəcə cəsarətli ol və o etiraf et. Kimə lazımsa ona de. Hətta sadəcə özünlə başla. Çünki dəyişiklik öz içimizdən başlayır. Unutma, səhvini etiraf etmək bir zəiflik yox, bir liderlik əlamətidir. Və bəlkə də bugün dediyin üzr istəyirəm, sabahki uğrunun təməli olacaq. Növbəti videoda görüşənədək.